Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda media təqdimatı keçirildi. Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son 3 il ərzində görülən işlər barədə məlumat verdi. O qeyd etdi ki, indiyədək ölkənin milli mətbəx potensialının turizm potensialına çevrilməsi istiqamətində çoxşaxəli fəaliyyət icra edilib. Birinci növbədə biz peşəkar aşpazların yetişdirilməsi ilə bağlı işlərə üstünlük vermişik ki, bununla bağlı biz bir neçə peşəkar aşpazların yetişməsi ilə bağlı kurslar təşkil eləmişik, təlimlər keçmişik. Bundan başqa Azərbaycanın qastronomiya məkanı kimi dünya ölkələrində tanınması üçün müxtəlif beynəlxalq tədbirlərdə iştirak olunub. Azərbaycanın yəni milli komandası formalaşdırılıb ki, hansı ki ölkəmizi müxtəlif beynəlxalq kulinariya yarışlarında təmsil etmək bacarığına malik komandalar yetişdirilib və onlar bir neçə dənə yarışa gedib və çox yaxşı nəticələr əldə ediblər. Bundan başqa yerli turizmə yönəlik, yəni regionlardakı qastronomiya imkanlarımızın təbliğinə yönəlik yerli festivallar keçirilib, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə. Yəni bu tipli kifayət qədər layihələri həyata keçirmişik. Sədr müavini həmçinin onda söylədi ki, milli mətbəx və qastronomiyanın Azərbaycan elmində mövqeyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri, həmçinin hekayələri ilə bağlı yeni konsepsiyanın hazırlanması istiqamətində addımlar atılacaq. Azərbaycanda qastronomiya ixtisasının bakalavr pilləsi olmadığı üçün növbəti illərdə bu istiqamətdə də müvafiq işlər görüləcək. Beləliklə bu sahəyə maraq göstərən şəxslər beynəlxalq təcrübələri və standartlara əsaslanaraq hazırlanmış proqram əsasında qastronomiya üzrə ali təhsilə yiyələnə biləcəklər, deyə Azadə Hüseynova çıxışında bildirdi. Daha sonra Dövlət Turizm Agentliyində Qastroturizm bölümünün rəhbəri Səkinə Əskərova təqdimatla çıxış etdi. Birincisi, biz aşpazların, yəni bizim sənayenin əsas lokomotivləri olan aşpazları təşkilatlanmasına, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynamışıq. Bu, bilavasitə Dövlət Turizm Agentliyi və yaxud da dolayı yolla bizimlə əlaqədar olub. Çünki bizim tərəfimizdən keçirilən layihələr aşpazlar arasında müəyyən sağlam rəqabətin və onlar arasında sağlam korporativ əməkdaşlığın yaranmasını gücləndirmişdi. Və buna görə də aşpazlar və yaxud da onlarla çalışan digər dövlət qurumlarda onlarla birlikdə onların təşkilatlanmasına, bilik və bacarıqlarının artırılmasına dəstək olmuşlar. İkinci, mən gəlmək istəyərdim bizim qastronomiya destinasiyası kimi. Yəni biz bu müəyyən bir müddət ümumi Azərbaycanın turizm destinasiyası kimi təbliği zamanı qastronomiyanı bir element kimi vermişdik. Lakin artıq biz tam qastronomiyanı ayıraraq, təbii ki, turizmin fonunda ayıraraq onun ayrıca qastronomiya destinasiyası kimi Azərbaycanın təbliğatı və tanıtımını həyata keçirməyə başladıq. Tədbirin sonunda jurnalistlərin sualları cavablandırıldı. Jalə Novruzova, Əhməd Mahmudov, Real TV.